Demək, bir qardaşımız yazıb ki, artıq ikinci dəfədir yazır. Yazıb ki, qardaş, Allah səni qorusun, var ol. Mən yenə də deyirəm, hamılıqla yığışaq, bir yer açaq sənə, günün yarısı bizə, yarısını da özünə sərf edin. Nə olsun qardaş, çox yoruluram vallahi ki, hələ mən nömrə qoymamışam səhifəyə. Mən nömrə qoysam, həmən gün gərək nömrə sındıram, tullayam. Hələ qoymamışam deyə vallahi ki, qapıya gəlirlər ki. Hər kəsdən xahiş edirəm ki, qapıma gəlməsinlər. Mən də özüm də yoruluram. Mənim şirələrim qalır, idmanım qalır. Bu günlər mən aclıq eləmişəm, elə də halım yoxdur. Sərraslandan su içirəm, maqnesulfat içmişəm. Yenə də su içirəm, axşama qədər su içəcəm, axşam imalə eləyəcəm, yenə səhərə qədər ac qalacam, yenə səhər imalə eləyəcəm, meyvə şirələrindən başlayacam. Orqanizmdə yeni qan yaratmasaq, biz xəstəliklərdən uzaqlaşa bilmirik. Onun üçün də aclıq eləmək lazımdır. Məsələn, kimə çox adama deyirəm, aclıq elə sağal, eləyən yoxdur axı. Bir dəqiqə mən hiss edirəm ki, bədən öz-özünü yeniləyir. Bərpa işləri gedir bədəndə. O qədər faydasını görürəm vallahi. Çox sağ ol qardaş, sən də Allah köməyin olsun. İkinci dəfədir bu sözü yazırsan. Qismət Allahdan da vallahi indi gücüm buna çatır. TikTok vasitəsilə insanlara faydalı məlumatlar ötürürəm ki, sağalsınlar. Yəni gücüm buna çatır. Nə bilim, qismət Allahdan. Yenə deyirəm, gələcəkdə indi nə bilim, olarsa məşğul olarıq belə. Olmazsa da heç nə. Allah hər birinə şəfa versin insanlara. Allah kömək olsun.